اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Hazreti İmam Musa Kazım aleyhisselamdan ve Hazreti İmam Mehdi aleyhisselamdan nəql olunan iftitah duasında Hazreti Emirul Müminin Ali aleyhisselam belə təqdim olunur. Allahümme ilahi ve salli ala aliyyin. Əliyə salavat göndərcinə. Kimdir o? Emirul Müminin, müminlərin əmiridir. Və vasiyyi Rasuli Rabbil alemin. Alemlerin Rabbinin Resulunun vəsisidir. Abdike senin bendendir. Ve velike senin velindir. Ve ahi Resulike ve senin Resulunun kardeşidir. Bir sual ortalığa çıxır. Axı bəndəli məqamı insan üçün ən birinci və ən əsas məqamdır. Gərək duada birinci sənin bəndəndir deyə ifadə olunardı. İmam Cəfər Sadiq aleyhisselam buyurur ki, Allahu Teala Hazreti İbrahim'i ilk öncə bəndə etdi. Sonra nəbi etdi. Sonra Resul etti. Daha sonra Xəlil etdi və nəhayət imam qərar verdi. Deməli, bəndəli məqamı bütün digər məqamların əsasını təşkil edir. Belə olan halda sual yaranır. Bəs nə üçün bu duada bəndəli məqamı əmirli və vəsili məqamından sonra gəlir, əvvəldə gəlmir? Cavabını bilmək üçün iki əsas məqama diqqət eləməliyik. Birincisi, Həzrət Əlinin əmirli və vəsili sifətinin duada ilk göstərilməsi ilə bildirilir ki, bizlərə çatdırılır ki, Həzrətin əmirliyi və vəsiliyi İslamın əsaslarından biridir. İslamın prinsiplərindən biridir. Neçə prinsipi var? 5. Tevhid, ədalət, nübüvvət, imamət və məad. Duada əmirliyin və vəsiliyin əvvəl gəlməsi bizə işarədir ki, Həzrəti Əlinin imaməti İslamın əsaslarından biridir. Necə ki, Resul-u Əkrəm sallallahu aleyhi və alihi və səlləm buyurub: Mən mətə və ləm ya'rif imamə zamanihi. Kim öz zamanəsinin imamını tanımadan ölərsə, mətə mitətən cahiliyyətən. Cahiliyyət ölümü ilə ölmüşdür. Allah-u Teala bizi zamanı imamını tanıyanlardan qərar versin. Amin. Cahiliyyət ölümü deyiləndə, yəni İslamın hidayətindən və düzgün yolundan uzaq düşən halda ölmüşdür. Elə bu əsasdır ki, imamət İslamın əsaslarından biri sayılsın. Və həmçinin Əbu Abdillah İmam Cəfər Sadiq aleyhisselam buyurur: Mən ləm ya'rif vilayətə vəliyilləh. Kim Allah vəlisinin vilayətini tanımasa, Allah-u Teala'nın təyin etdiyi rəhbərin rəhbərliyini tanımasa, nə baş verəcək? Fətəkunu ə'məluhu bedələlətihi. Onun bütün əməlləri
imamın, o vəlinin və rəhbərin göstərişi olmadan baş vermişdir. İmamın göstərişi olmadan icra edilən əməllər hədis bizə çatdırır ki, qəbul olunmur. Bu özü göstərir ki, imamət Həzrəti Əlinin əmirliyi və vəsiliyi İslamın prinsiplərindən biridir. İman və əməl yalnız Allah-u Teala'nın vəlisinə mərifət yetirməklə tamamlanır və kamala çatır. Ona görə də imamət İslamın əsaslarından biridir və bu həqiqət gizlədilə də bilməz, heç bundan yan keçə də bilmərik. O səbəbdən mübarək iftitah duasında ilk olaraq Həzrət Əlinin əmirli və vəsili sifəti gəlir. Daha sonra isə əbd, bəndəçilik. Və salli alə Aliyyin, ilahi salavatını göndər Əliyə, möminlərin əmiridir. Və vasiyyə rəsuli Rabbil aləmin, aləmlərin Rəbbinin, Rəsulunun vəsisidir. İkinci məqam isə ondan ibarətdir ki, Əhl-i Beytin imamət və seçilmiş mövqeyi yaradılmalarından qabaq olduğuna görə bəndəçilik mövqeyisindən əvvəl gəlir. Misal çəkə bilərik başa düşmək üçün. Məsələn, müəllim məktəb açılmamışdan əvvəl direktor tərəfindən seçilir. Məktəb açılandan sonra da müəllim başlayır tədris etməyə. İndi bu məktəbin açılması mövzumuza şamil etsək, yəni yaradılış. O müəllimin məktəb açılmamışdan əvvəl direktor tərəfindən seçilməsi, yəni imamət, onların vəsili mövqeyi. Müəllimin məktəb açılandan sonra iş görməsi, yəni dərs deməsi mövzumuzda bəndəçilik, Allah-u Teala qarşısında olan itaət. Bu nümunədən də aydın olur ki, imamət və onların vəsiliyi bəndəçilik mövqeyisindən əvvəldir. Ona görə də iftitah duasında ilk olaraq Həzrət Əli əleyhissalam möminlərin əmiri və Allah Rəsulunun vəsisi olaraq göstərilir. Necə ki, Rəsul-i Əkrəm buyurub, İnnəllâhə xələqə nuri və nuri Əli. Allah-u Teala mənim nurumu və Əlinin nurunu Həzrəti Adəm yaradılmamışdan 2000 il qabaq yaradıbdır. Camiyə ziyarəti. Orada nə buyurulur? Xələqəkum ənvarən. Allah-u Teala sizi nur olaraq yarattı. Fəcəaləkum bi ərşihi muhtiqin. Sonra sizi öz ərşinin ətrafına aldı. Bütün bu nəslər göstərir ki, hələ Əhl-i Beyt əleyhimussalam fiziki olaraq vücuda gəlməmişdən qabaq onların nurani varlıqları var idi. Və o nurlar aləmində onlar seçilmişlərdir. Həzrəti Əmirul Müminin də həmçinin. Ona görə iftitah duasında əbd məqamından əvvəl Əmirul Müminin və vəsili sifəti ifadə olunur. Qaldı ki, Əli əleyhissalamın bəndəçilik məqamına Həzrət Əlinin bəndəçilik məqamının təsəvvür olunmaz əzəmətə malik olmasına onun rüku halında sədəqə verməsi kifayətdir. O hadisəni hamınız bilirsiniz. Həzrət Əlinin rüku halında sədəqə verməsi onun bəndəçilik məqamında nə qədər təsəvvür olunmaz bir zirvədə olduğunu göstərir. Allah-u Teala bizləri Əli bin Əbu Talibin vilayətində sabit qədəm qərar versin.